Hörmətli tamaşaçılar, Realda qida verilişinin bugünkü buraxılışında biz Qurban Bayramına hazırlıq işlərindən danışırıq. Mənim qonağım Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasının müdiri Aytən xanım Hacıyevadır. Salamlayıram sizə, xoş gəlmişsiniz Aytən xanım. Salam, xoş gördük. Yer gəlmişkən qarşıdan gələn Qurban Bayramı münasibətilə sizi və sizin simanızda bütün Azərbaycan xalqını təbrik edək. Allah kəsilən qurbanları, edilən duaları da qəbul eləsin. Amin deyək. Və Aytən xanım, bilmək istəyirdik ki, Qurban Bayramına hazırlıq işləri hal-hazırda necə gedir və biz bilirik ki, Agentlik sədrinin bununla bağlı xüsusi bir əmri də var. Bu əmr çərçivəsində hansı tədbirlər icra olunur? Buyurun. Təşəkkür edirəm. Mən də təbriklərə qoşuluram. Qarşıdan gələn Qurban Bayramı münasibəti ilə hər kəsi təbrik edirəm. Bu müqəddəs günlərin hər bir evə bol-bol ruzi, bərəkət gəlməsini arzulayıram. Çox sağ olun. Qurban Bayramı ilə bağlı hazırlıq tədbirləri AKTA tərəfindən bir neçə istiqamət üzrə aparılır. Agentlik rəhbərliyinin imzaladığı əmrə əsasən xüsusi tədbirlər planı hazırlanmışdır və bu bayram günlərində ictimai sağlamlığın qorunması, baytar nəzarətin gücləndirilməsi, eyni zamanda heyvan kəsimi və ət məhsullarının təhlükəsizliyi ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirlərdən agentlik və icra orqanları ilə birlikdə heyvan kəsimi məntəqələrinin eyni zamanda heyvan satışının yerləri müəyyənləşdirilir. Bununla yanaşı gətirilən heyvanların sağlamlığına, eyni zamanda həmin heyvanların məişət sənədləri çox ciddi şəkildə yoxlanılır. Heyvanların kəsiminin humanist şəkildə aparılması, yəni həm halallıq baxımından, eyni zamanda dini baxımından ki, şəriətə uyğun kəsilməsinə, sanitar gigiyenik tələblərin əməl olunmasına və tullantıların idarə olunması istiqamətində də bir sıra işlər aparılır. Maarifləndirmə işləri əhali arasında aparılır, yəni kütləvi informasiya vasitələri ilə müəyyən broşurlar, video çarxlar, elanlar və s. ilə yayımlanır. Daha sonra monitorinq və nəzarət qrupları formalaşdırılıb. Agentliyin əməkdaşlarından ibarət bir monitorinq qrupları formalaşdırılıb. Həmin monitorinq qrupları heyvan kəsim məntəqələrində və heyvan satışı həyata keçiriləcək yerlərdə həmin heyvanların sağlamlığına çox ciddi şəkildə yoxlanmasına artıq başlanılır. Və buradan artıq elan edirik ki, qısa bir müddət ərzində artıq qurbanlıq heyvanların kəsimi, satışı yerləri ilə bağlı bir siyahı da mütləq olacaq və bu agentliyinin rəsmi internet səhifəsində yayımlanacaq. Və təbii ki, biz də öz verilişimiz vasitəsilə, eyni zamanda da media vasitəsilə bu məlumatları çatdıracağıq. Bu təhlükəsizlik məsələsidir. Bu təhlükəsizliyin əsas komponentlərindən biri də laborator imkanlardır. Qurban Bayramı günlərində biz bilmək istərdik ki, Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları hansı rejimdə fəaliyyət göstərəcək? Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun heyvan sağlamlığı istiqamətində 8 laboratoriyası fəaliyyət göstərir. Bunların biri Bakı şəhərində yerləşir, digər 7 laboratoriyası regionlarda fəaliyyət göstərir. Bununla yanaşı bizim səyyar laboratoriyalarımızda Qurban Bayramı ərəfəsində həmin günlərdə fəaliyyət göstərəcək və gücləndirilmiş iş rejimində. Yəni laboratoriyalar tam hazır vəziyyətə gətirilib, lazımi ləvazimat və avadanlıqlarla bəli təchiz olunubdur. Yoxlamalara keçək. Həm heyvanların yoxlamaları, eyni zamanda ətlərin laborator müayinəsi hansı formada həyata keçirilir? Bilirsiniz ki, baytar həkiminə ən böyük güc baytar həkimlərimizə düşür. Onlar heyvan kəsimindən öncə və kəsimindən sonra nəzarət edirlər. İlk vizual baxış aparılır. Heyvan sağkən onun dırnaq tacına, onun gözlərinə, onun ümumi vizual olaraq baxış keçirilir. Heyvanın sənədlərinə baxış keçirilir. Daha sonra heyvan kəsilir. Kəsildikdən sonra artıq daxili orqanlarına, ətin özünə baxış keçirildikdən sonra
bəli, o istehlaka yararlı sayılır və satışına icazə verilir. Əks halda, əgər orada hansısa bir şübhəli hal görünərsə, o zaman nümunələr götürülərək laboratoriyaya göndərilir. Laboratoriyada həmin ətin müayinəsi həyata keçirildikdən sonra rəy müsbət olduqda heyvan satışa buraxıla bilər. Əks təqdirdə həmin cəmdək təcrid olunur, ərazi dezinfeksiya olunur. Bəs regionlarda ümumiyyətlə laboratoriyaların işi necə qurulacaq? Səyyar məntəqələrlə bağlı hansı məlumatları çatdırardınız? Regionlarda, Bakı şəhərində və regionlarda da səyyar kəsim məntəqələri də fəaliyyət göstərəcək. Həmin səyyar məntəqələr tam təchiz olunub. Onu qeyd etmək istəyirəm ki, həmin məntəqələrdə heyvanların saxlanması üçün xüsusi yerlər ayrılmışdır. Bundan başqa bu sanitar gigiyenik baxımından su təchizatı orada mövcuddur. Su təchizatı olacaq. Eyni zamanda tullantıların düzgün şəkildə atılması üçün xüsusi konteynerlərdən istifadə olunacaq. Daha sonra dezinfeksiya vasitələri, yəni ki, hər kəsim məntəqəsi hər kəsimdən sonra, yəni kəsimlər bitdikdən və yaxud da şübhəli hal olduqdan sonra mütləq şəkildə dezinfeksiya həyata keçiriləcəkdir. Müvafiq qurumlar tərəfindən hər halda bu işlər də icra ediləcək. Qurbanlıq ərəfəsində xüsusi diqqət edilməli məqamlardan biri də həm də daşınma məsələsidir. Bəli. Bundan bağlı hansı tövsiyəniz var? Heyvanlar daşınan zaman onun təhlükəsiz şəkildə ilk növbədə, daha sonra onun sağlamlığı haqqında onun sənədləri üzərində müşahidə edici sənəd kimi gətirilir. Daşınma zamanı heyvanın hansısa bir travma alması, onun stres alması, bunlar hamısı nəzərə alınmalıdır və həmin sənədlərdə heyvan haqqında məlumatlar əks olunmalıdır. Heyvanın nə zaman peyvənd alması, hansı xəstəlikləri keçirilməsi. Ümumiyyətlə siz qeyd elədiniz ki, o daşınma zamanı heyvanın zədə almaması və sair məsələlərə diqqət edilməlidir. Ümumilikdə isə bu qurbanlıqda heyvan rifahının gözlənilməsi məsələsi nə dərəcədə önəmlidir? Bu çox önəmlidir. Bu çox önəmlidir və onun üçün də agentlik tərəfindən müəyyən maarifləndirmə işləri, müəyyən təlimatlar hazırlanaraq əhaliyə o haqda məlumatlar çatdırılır. Bir qədər də istərdim ki, qurbanlıq ətin baytar nəzarətindən keçirilməsi nə üçün bu qədər əhəmiyyətlidir? Bu çox vacibdir. Biz bilirik ki, zoonoz xəstəliklər heyvandan insana keçə bilən xəstəliklərdir. Nəzarətsiz qalan ət bu təhlükəli hesab oluna bilər. Çünki gözlə görünə bilinməyən xəstəliklər, parazitlər var. Heyvanlar mütləq şəkildə baytar nəzarətindən keçdikdən sonra istehlaka yararlı sayıla bilər. Bunun yoxlanması çox vacibdir. Mütəxəssis tərəfindən məhz yoxlanmalıdır. Əlbəttə ki, baytar həkim mütləq onun nəzarəti olmalıdır. Bunu adi şəxs, eləcə də qəssab bilməyə bilər. Əlbəttə. Mütləq şəkildə baytar həkim bunu yoxlamalıdır. Bəli, çünki xəstəliyin özünün törədicisi olur, hər bir xəstəliyin və o törədicilər gözlə görülə bilmir. Yəni bunu baytar həkim nəzarəti vaxtı onun hansısa əlamətlərini müşahidə etdikdə o onu aşkara çıxara bilər və aşkar etdiyi o şübhələri yalnız laborator təsdiqdən sonra deyə bilər. Bunun üçün baytar həkim baxışını keçirdikdən sonra şübhələndiyi hal varsa, o zaman həmin heyvandan nümunələr götürülür, laborator təsdiqə göndərilir. Bəs da ki, sıravi vətəndaş necə müəyyən edə bilər ki, onun qurbanlıq üçün aldığı heyvan sağlamdır? Yalnız nəzarət olunan kəsim məntəqəsindən aldıqda o əmin ola bilər ki... Və hər halda sənədlər də tələb olmalıdır. Əlbəttə, çünki nəzarət olunan heyvan kəsim məntəqəsinə gələnə qədər və kəsim məntəqəsindən çıxana qədər o zəncir izlənilir. O heyvan gətirildikdə onun müşahidə edici sənədləri, ondan sonra onun kəsim prosesində baxışı, daha sonra istehlaka yararlı olub-olmadığını artıq baytar həkim qərar verə bilir. Ataxan, belə yeri gəlmişkən istərdim ki, bu anda zoonoz xəstəliklərə də toxunaq, hansı ki, heyvandan insana, insana heyvana keçə bilən xəstəliklərdir. Onunla bağlı əsas aktual məsələlər nədir, nələri çatdırmaq istərdiniz? İlk növbədə biz qarayara xəstəliyini müayinə etməliyik. Daha sonra digər zoonoz xəstəliklər var ki, bunlar bruselyoz
vərəm xəstəliyidir. Daha sonra bəzi xəstəliklər, parazitar xəstəliklər var ki, bunların lokallaşma yerləri ağciyər ola bilər, qaraciyər ola bilər və bunlar gözlə görünməyə bilər. Trixinelioz var ki, bunlar təhlükəli heyvan xəstəlikləridir və bunlar mütləq şəkildə ilk növbədə müayinə olunmalıdır. Təbii ki, bu halda ilk növbədə yenə də yerli baytarlıq şöbələrinə, baytar mütəxəssislərə müraciət etməli. Əgər şübhəli hallar olarsa, adəti həm dövlət qurumlarına, eyni zamanda da Qida Təhlükəsizliyi Agentliyinə müraciət oluna bilər. Biz söhbətimizi yavaş-yavaş yekunlaşdırırıq. Qurban Bayramından danışırdıq. Yekun olaraq bəlkə hansısa bir tövsiyələriniz varsa, onları çatdırardınız, zəhmət olmasa. Eyni zamanda bəzən olur da qanunsuz hallara da yol verilir, küçələrdə, yol kənarlarında. Bu cür halların qarşısını almaq üçün bir vətəndaş olaraq dəstəyi necə istəyək onlardan? Eyni qeyd etdiyimiz kimi əhali istehlak üçün, istehlak etdiyi, istər ət məhsulu olsun, istər süd məhsulları olsun, hər bir məhsulu yalnız baytar nəzarəti olan yerlərdən alınmalıdır. Çünki biz elə danışığımızda da onları qeyd etdik ki, baytar nəzarəti olmayan məhsul artıq təhlükəli hesab olunur. Bunun üçün xüsusi indi Qurban Bayramı günlərində də bu ibadətlərimizi yerinə yetirdikdə də, yəni biz tək özümüzü deyil, ümumiyyətlə cəmiyyəti də qorumalıyıq. Bunun üçün heyvanları kəsim məntəqələrində, təyin olunmuş kəsim məntəqələrində, heyvanlar həmin ət satışı yerlərindən alınması tövsiyə olunur. Eyni zamanda həmin yerlərdə kəsimi həyata keçirilsin. Bu zaman biz həmin təhlükəni minimuma endirə bilərik. Bunun üçün yoxlanmış ət, belə deyək də, təhlükəsiz bayram deməkdir. Təşəkkür edirik. Elə bu notlarla da yekunlaşdıraq. Hər halda ümid edirik ki, bu bayramda biz xoş əhval-ruhiyyədə keçirə biləcəyik. Təşəkkür edirəm sizə. Siz sağ olun, çox gözəl Gəldi mövzu. sualları cavablandınız, minnətdaram. Hörmətli tamaşaçılar, Realda Qida verilişində biz Qurban Bayramına hazırlıq işlərindən danışırdıq. Mənim qonağım Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyası müdiri Aytən xanım Hacıyeva idi.